Bildiyiniz kimi 10 may tarixində biz ümumi lider Heydər Əliyevin 102-ci ildönümünü qeyd edəcəyik. Ümumi lider Heydər Əliyevin adı, həyatı birbaşa olaraq Azərbaycanla, Azərbaycan tarixi ilə, Azərbaycan xalqı ilə bağlıdır. Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə bugünkü güclü, bütöv, dayanıqlı və inkişaf edən Azərbaycanın formalaşmasının məhz ilk təməl addımları ümumi lider Heydər Əliyev tərəfindən atılmışdır. Və xalqın səsləyişi, birliyi ilə, ikinci dəfə hakimiyyətə qayıdışı ilə əslində həm Azərbaycan xalqını, həm Azərbaycan dövlətçiliyini, Azərbaycan adlı ölkəni yox olma təhlükəsindən xilas etmişdi. Və ümumi liderin Azərbaycanda hakimiyyətə qayıdışından sonra atdığı addımlar, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi fəaliyyətlər bugünkü güclü və dayanıqlı Azərbaycanın formalaşmasının bünövrəsində əsas rollar oynamışdı. Və bugün Azərbaycanda formalaşan yetişmiş gənclik əslində elə ümumi lider Heydər Əliyevin əsasını qoyduğu Gənclər siyasətində addımlayaraq, inkişaf edərək bugünkü günə gəlib çatmışdı. Bugün ümumi lider Heydər Əliyevin xatirəsi bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycan gəncliyi tərəfindən yaşadılır, yad edilir və bugün Azərbaycan gəncliyi, Azərbaycan xalqı ümumi liderin adını, daşıdığı dəyərləri, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi üçün atdığı addımları bizdən sonraki nəsillərə də ötürməyi vacib sayır. Çünki ümumi liderin miras qoyduğu dəyərlər, Azərbaycan adına gördüyü işlər əslində bugünkü Azərbaycançılıq məfkurəsinin, Azərbaycan vətəndaşlığının da təməllərini təşkil edir. Ona görə də ümumi liderin xatirəsi daim əbədi olaraq bizim qəlbimizdə yaşayacaqdır və bugünkü Azərbaycan gəncliyi də gələcək nəsillərə bunu bir vəzifə olaraq ötürəcəkdir.